Salam. Bugün sizə canlılarda baş verən dəyişkənlik haqqında məlumat verəcəm. Mövzu olaraq 10-cu sinifdə 2-ci bölmədə. Biz bilirik ki, ilin 4 fəsli var və bu fəsillərin əlamətləri müxtəlifdir və bu müxtəliflik olduğuna görə canlılarda da müxtəlif dəyişkənliklər olur həmin fəsillərdə. Məsəl üçün deyə bilərik ki, temperatur yay və yaz aylarında temperatur artdıqda, günün uzunluğu artdıqda canlılarda fizioloji proseslər sürətlənir. Lakin temperatur azaldıqda isə canlılarda fizioloji proseslər zəifləməyə başlayır. Əsas bu diqqətimiz bu cədvəl içərisində olanları öyrənməyimiz vacibdir. Məsəl üçün yazda, yayda və payızda və qışda canlılarda hansı proseslər baş verir? Bitkiləri götürsək, bitkilərdə yazda şirə hərəkəti başlayır. Bitkilər artıq yarpaq və çiçək açır. İlk dəfə yadınızda qalsın, yazda çiçək açan bitkilər küləklə tozlanan bitkilərdir. Məsəl üçün fındıq bitkisi, qızıl ağacdır, söyüddür. Bundan başqa Novruz çiçəyi bitkisini də deyə bilərik. Bəzi bitkilər də vardır ki, hətta onlar yarpaqlanmamış da çiçək açır ki, bunu da yenə fındıq bitkisini misal göstərə bilərik. Heyvanlardan isə bilirik ki, yazda köçəri quşlar gəlir. Köçəri quşlar gəlir. Çoxlu həşəratlar görünməyə başlayır. Quşlar yuva qurmağa başlayır. Hər birinin əlamətini bilməliyik. Yayda isə bitkilərdə hava çox isti olduğundan bitkilərdə əslində böyümə prosesi zəifləyir. Quşlarda bala vermə dayanır və yayın ikinci yarısında, yəni artıq avqust ayından başlayaraq yayda meyvə və toxumlarda ehtiyat halında qida maddələri toplanır. Amma demirəm yetişir. Yayda, yəni avqust ayında təxmini ikinci yarısında yayda meyvə və toxumlarda ehtiyat qida maddələri toplanır. Payızda isə artıq meyvələr yetişir. Hansı fəsildə meyvələr yetişir? Payızda. Və payızda bilirik ki, bizim ölkəmizdə məsəl üçün xəzan baş verir, həşəratların sayı azalmağa başlayır. Payızda qış tumurcuqları yaranır. Bəzən səhv eləyirik, qış tumurcuqları görən kimi qış fəsli götürürük. Xeyr, qış tumurcuqlarının yaranması payızda baş verir. Meyvə və toxumlar yetişir, köçəri quşlar uçub gedir. Qışda isə əksinə maddələr mübadiləsi, fizioloji sanki bir sakitlik dövrü keçirirlər bitkilər və heyvanlar. Əksər canlılarda maddələr mübadiləsi zəifləyir, qışı sükunət halı başlayır, bir anlıq, yəni fizioloji sakitlik yaranır deyə bilərik. Deməli, bitkilərdə şirə hərəkəti başladı yazda, qış tumurcuqları əmələ gəldi payızda. Meyvə və toxumlarda ehtiyat halında qida maddələri toplandı yayda, meyvələr tam yetişdi payız fəslində. Quşlar bala verməyə hazırlaşır, yuva qurmağa başlayır yazda, amma artıq yayda dayanır onlarda quşlarda. Bilirsiniz ki, quşların əsasən mart, aprel, may aylarında quşların bala vermə dövrü baş verir. Yayda isə bu proses dayanır, zəifləyir. Yəni bu fəsillərə görə hansı proseslər baş verdiyini bilməliyik. Bitkilərdə qışa hazırlıq və qışlama. Burada vacib hissədir. Dediklərimiz zəhmət olmasa qeyd edin. Biz bilirik ki, bitkilərdə məsəl üçün qışa hazırlıq var idi. Biz bunu rütubət çatışmamazlığı olan, quraqlığa davamlı, soyuğa davamlı bitkilərdə bir çox uyğunlaşma vardı. Məsəl üçün soyuğa qarşı uyğunlaşmada bitkilərdə demişdik ki, onlarda suyun miqdarı azalırdı, şəkərin miqdarı artırdı. Səbəb isə onlarda donmanın qarşısını almaq idi. Suyun miqdarı azalır, şəkərin miqdarı isə azalırdı. Və bundan başqa da biz ehtiyat qida maddələri, yağlar və karbohidratlardır. Bilirik ki, bitkilərdə əsasən onlar meyvə və toxumlarda ehtiyat halında toplanırdı. Dedik ki, meyvə və toxumlarda ehtiyat halında qida maddələri toplanır. Burada mütləq şəkildə altından xətt çəkməliyik ki, birilik bitkilərdə ehtiyat qida maddələri meyvə və toxumlarda, ikilik və çoxillik ot bitkilərində isə ehtiyat qida maddələri kökümsovlarda, gövdə yumurlarında, soğanaqlarda toplanır. Bu hissəni mütləq şəkildə yadda saxlayaq. Deməli, birilik ot bitkilərində ehtiyat qida maddələri, birilik bitki, meyvə və toxumlarda, çoxillik ot bitkilərində isə həm kökümsovda, gövdə yumrusunda, soğanaqlarda toplanır. Əlavə olaraq bir də bu ehtiyat qida maddəsi toplanmalı. Bir də var, qışı hansı vəziyyətdə keçirirlər? Bax, bu da bir başqadır. Qışı hansı vəziyyətdə keçirirlər dedikdə, birilik ot bitkiləri qışı toxum vəziyyətində keçirirlər. Hansı vəziyyətdə? Toxum vəziyyətində.
2 illik bir ot bitkiləri birinci ili onlar çiçək açırlar. Meyvə daha doğrusu birinci ili onlar əsasən meyvə köklər şəklində qışlayırlar. 2 illik ot bitkiləri ikinci ilində çiçək, meyvə, toxum verirlər. Birinci ili əsasən meyvə köklər şəklində qışlayırlar. Çox illik ot, kol, ağac bitkiləri isə hər bir bu canlılar isə özlərinə məxsus olaraq müxtəlif vegetativ və generativ orqanlarda qışlayır. Bunları mütləq şəkildə əzbər bilməliyik. Deməli, 1 illik ot bitkiləri hansı vəziyyətdə qışladı? Toxum vəziyyətində. 2 illik ot bitkiləri meyvə köklər şəklində, çox illik bitkilər isə bunlar deyirik ki, müxtəlif vegetativ və generativ orqanlar vəziyyətində qışlayırlar. Soyuqqanlı heyvanların həşəratlar sinifi nümayəndələrində isə biz bilirdik ki, onların inkişafı tam çevrilməklə və qeyri-tam çevrilməkdir və burada məsəl üçün kəpənəyin inkişaf mərhələləri göstərilib ki, həşəratların sinifi həmin bu 4 mərhələnin 4-ündə də, yəni müxtəlif mərhələlərdə qışlayır. Bu nə deməkdir? Həşəratlar sinifinin bəzi nümayəndələri pup mərhələsində, bəziləri yumurta mərhələsində, bəziləri sürfə, bəziləri yetkin fərd mərhələsində qışlayırlar. Məsəl üçün kələm kəpənəyi pup mərhələsində qışlayır. Tut ipək qurdu yetkin fərd mərhələsində, yumurta mərhələsində qışlayır. Yəni onları bilməyimiz vacib deyil. Əsas burada onu deyirik ki, həşəratlar müxtəlif mərhələlərdə qışlaya bilir. Bir də biz heyvanları bölmüşdük ki, onurğalı heyvanlarda soyuqqanlı və istiqanlı heyvanlar. Soyuqqanlı heyvanlar suda, qurda yaşayanlar, sürünənlər, balıqlar, istiqanlı heyvanlar quşlar və məməlilərdir. Məhz bu soyuqqanlı heyvanlarda da geriyə dönüş, qışı bunlar anabioz vəziyyətdə keçirirlər. Yəni həyatın geriyə dönə biləcəyi vəziyyətdə keçirirlər ki, onlar neyləsin? Həyat fəaliyyətini zəiflədirlər, sanki bir dayandırırlar. Yaz aylarında isə yenidən həyat fəaliyyətinə geri dönmüş olurlar. Amma bu quşlarda və məməlilərdə təbii ki, bu xüsusiyyətlər yoxdur. Bir də burada əsas diqqətimdən qaçdı bu hissəni. Həşəratların boğumayaqlar tipinin hüceyrələrində gliserinin qatlığı çox olur. Necə ki, bitkilərdə dedik, şəkərin qatlığı çox, suyun miqdarı azdır. Məhz bunlarda da gliserin deyilən üzüm maddənin miqdarı yağdır da, bildiyimə görə gliserin lipid mənşəlidir. Gliserinin qatlığı çox olur. Ona səbəb odur ki, onları donmadan, hüceyrələrini donmadan qoruyur. Bunlara da diqqət. Daha sonra istiqanlı heyvanlardır. Quşlarda qışı keçirmək üçün lələ görtüyü dəyişə bilər, hətta rənglərini dəyişə bilərlər. Bilirsiniz ki, quşlarda miqrasiya etmə var, qış miqrasiyası var, yay miqrasiyası var. Amma quşların yay yuxusuna, qış yuxusuna gedən nümayəndələri yoxdur. Bunu zəhmət olmasa nəzərə alın. Amma məməli heyvanlarda isə həm yay yuxusuna getmə var, həm də qış yuxusuna getmə var. Məsəl üçün məməli heyvanlardan ayılardır, porsuqlardır, yarasalardır, qış yuxusuna, gəmircilərin bir qismisidir, qış yuxusuna gedir. Əlavə də deyim ki, məsəl üçün bəzi gəmircilər də vardır ki, onlar yay yuxusuna da, məməli heyvanlardan olan gəmircilər yay yuxusuna da gedə bilirlər. Mən bildiyimə görə, məsəl üçün sürünənlərdə də bəzi tısbağalar vardır ki, səhralıqda yaşayan tısbağalar, onlar da yay yuxusuna gedə bilərlər. Deməli, quşların da nə yay yuxusuna, nə də qış yuxusuna getmə yoxdur. Bir qisim gəmirciləri də dedik və biz də bilirik ki, məsəl üçün onlar suya olan tələbatını qış yuxusuna getdikdə məməli heyvanlar pi təbəqəsində toplanan pi hesabına ödəyir. Yəni metabolik yolla 1 qram pi parçalandıqda 1,1 qram su ayrılmış olur. Bunları diqqətdə saxlayaq. Fotoperiodizm nədir? Biz 9-cu sinif dərsində də dedik ki, fotoperiodizm günün uzunluğuna qarşı olan, orqanizmlərin günün uzunluğuna qarşı olan reaksiya norması fotoperiodizm adlanır. Yəni fotoperiodizm mövsümi hadisələri tənzimləyən məhz günün uzunluğudur. Günün uzunluğudur. Fotoperiodizmə görə ümumiyyətlə bitkilərin bəziləri uzun, bəziləri qısa günlü bitkilər olur ki, uzun günlü bitkiləri də əzbər bilməliyik, qısa günlü. Əsasən qısa
qısa günlü bitkiləri bilsək, testlərdə uzun günlü bitkiləri seçə bilərik. Qısa günlü bitkilər payız gülü, zəfəran, soğan gülüdür. Əlavə olaraq bunların başqa adlarını da deyim ki, payız gülü bitkisinin başqa adı xrizantam adlanır, xrizantam bitkisi adlanır. Soğan gülü bitkisinin isə başqa bir adı georgin adlanır. Georgində də bilirsiniz ki, kök yumurları var, kökün şəkil dəyişməsi olan kök yumurlarına malikdir. Qısa günlü bitkilər əsasən mürəkkəb çiçəklər fəsləsinə aid edilmiş bitkilərdir. Yenə təkrar deyirəm, qısa günlü bitkilər payız gülü, zəfəran və soğan gülüdür. Uzun günlü bitkiləri isə fındıq, vələs, palıd, ağ akasiya, söyüd, buğda, çovdar, darı, arpa və kənaf kimi bitkiləri misal göstərə bilərik. Burada təcrübə göstərir ki, 11 saat işıqlanma, 12 saat işıqlanma. Yəni biz işıqlanmanın müddətini artırsaq, bitkilərdə böyümə və inkişaf daha sürətli gedər. Hətta toyuqlarda da suni işıqlanma ilə günün uzunluğunu artırsaq, onlarda yumurta vermə qabiliyyəti çoxalmış olar. Yumurta vermə çoxalar. Modifikasiya dəyişkənliyi. Modifikasiya dəyişkəni hələ Charles Darwin tərəfindən müəyyən olmuş dəyişkənliklərdən biri də modifikasiya dəyişkənliyidir. Ümumiyyətlə dəyişkənlik bilirik ki, iki yerə bölünür. İrsi və qeyri-irsi dəyişkənlik. Qeyri-irsi dəyişkənlik modifikasiya dəyişkənidir. İrsi dəyişkənlik isə özünün 3 yerə bölünür. İndi danışacağıq onlar barəsində. Qeyri-irsi dəyişkənlik, ümumiyyətlə dəyişkənlik nə deməkdir? Xahiş edirəm bu hissəyə diqqət yetirək. Orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassiyəsi və ya növ daxilində fərqlər arasındakı fərqlər dəyişkənliklər adlanır. Deməli, yeni əlamətlər qazanmaq, növ daxilində fərqlər arasında yeni fərqliyin, yeni əlamətlərin meydana çıxması dəyişkənlik adlanır. Nəsildən nəsilə irsi məlumatların ötürülməsi bu irsiyyətdir, təbii ki, bilirik. Amma yeni əlamətlər qazanmaq, növ daxilində, orada olan növün daxilində olan fərqlər arasındakı olan dəyişkənliklər isə bu dedik ki, dəyişkənlik adlanır və dəyişkənlik də qeyri-irsi və irsi dəyişkənliyə bölünür. Qeyri-irsi adından da görsəndiyi kimi qeyri-irsi dəyişkənlik nəsildən nəsilə ötürülmür. Bu nə zaman baş verir? Müxtəlif ekoloji mühitdə, şəraitdə yaşayan canlılarda bəzi fərqliliklər meydana çıxır. Yəni, məsəl üçün, belə bir şam ağacı misal göstəriblər ki, açıqlıq yerlərdə bitən şam ağacı daha çox qollu budaqlı olur. Meşə kənarında bitən şam ağacları daha çox qollu budaqlı olur. Çünki niyə? Çünki şam ağacları bilirik ki, onlar işıq sevən bitkilərdir. Amma sıx bir yerdə, meşədə, hər hansı bir meşədə onlar bitərsə, onların çətirləri çox kənarlara yayılmış vəziyyətdə ola bilməz. Qollu budaqlı ola bilməz. Mühit şəraiti mütləq şəkildə təsir edir. Məsəl üçün, ağbaş kələm bitkisini göstəriblər ki, ağbaş kələm bitkisi isti ölkələrdə baş əmələ gətirmir. İsti ölkələrdə baş əmələ. Sonra ağ rəngli dovşanların tükünü təmizləyib, qırxıb, onun yerinə buz bağlayanda, onun yerində də qara tüklər çıxır. Bax, bu da nədir? Həmən o, sonra, məsəl üçün, həmən bu dovşandan dünyaya gələcək balada bu qara ola bilməz, qara tük ola bilməz. Çünki niyə? Mühitdə alındı və nəsildən nəsilə ötürülən bir əlamət deyil. Yadımızda mütləq saxlayaq. Modifikasiya dəyişkənliyi tərifi də elə belədir ki, mühit şəraitinin təsiri altında eyni genotipli fərdlərdə müxtəlif fenotiplərin yaranması. Eyni genotipli fərdlər nə deməkdir? Məsəl üçün, dovşan. Dovşan bitkisi, dovşan heyvanının daha doğrusu, məsəl üçün, genotipi, indi genetikada keçəcək, boz dovşanların genotipini yazın. Böyükcə, kiçikcə, böyük ya, kiçik ya. Bu boz dovşanın genotipidir. Həmin bu boz dovşanlar eyni genotiplidir. Lakin bunlar arasında müxtəlif mühit şəraitin təsiri nəticəsində hər hansının bir üzərini, tükünü təmizlədikdə yerində ağ tük əvəzinə qara rəngli tük çıxmış olur. Bax, budur modifikasiya dəyişkənliyi. Eyni genotipli fərdlərdə müxtəlif fenotiplərin yaranması modifikasiyadır. Burada da diqqət nə
nədir? Genotip nədir? Fenotip nədir? Valideynlərdən alınan genlərin cəmi genotip adlanır. Fenotip orqanizmdən daxili və xarici əlamətlərinin cəmi isə fenotip adlanır. Fenotip zahiri görkəmdir. Biz zahiri görkəm deməkdir. Amma genotip isə daxildə olan genlərin cəmi isə genotip adlanır. Modifikasiya dəyişkəni dedik ki, genotipə təsir etmir və nəslə ötürülmür. Yəni nəsildən nəslə modifikasiya dəyişkəni ötürülmür. Səbəb də odur ki, genotipə təsir etmir. Modifikasiya dəyişkəninin hüdudları isə reaksiya norması adlanır. Reaksiya norması nədir? Bax, bunu yadımızda saxlayaq. Reaksiya norması ümumiyyətlə geniş reaksiya norması var, bir də dar reaksiya norması var. Geniş reaksiya normasına misal göstərərək, məsəl üçün, hər hansı bir qaramalın biz onun yeminin miqdarını artırmaqla, kəmiyyətini artırmaqla qaramalda süd vermə artar və südün miqdarı artar. Amma südün yağlığı artarmı? Xeyr. Bu sual ola bilər. Niyə? Həm biz yemin keyfiyyətini də, həm onun kəmiyyətini də, keyfiyyətini də artırsaq, bəli, südün də yağlığı artar. Südün yağlığı dar reaksiya normasıdır. Amma südün miqdarının artması isə geniş reaksiya normasıdır. Bundan əlavə, məsəl üçün, bitkilərdə, yadınızda qalsın, yarpaq sayıdır, bitkilərdə, çiçəklərdir. Bunlar geniş reaksiya normasıdır. Amma çiçəkdə olan ləçək sayı, çiçəkdə olan kasa yarpaqlar, bunlar dar reaksiya normasıdır. Çünki bir çiçəkdə indi gələcəkdə ki, 5 kasa yarpağı ola bilər, 5 dənə ləçək ola bilər və yaxud da 6 ola bilər və bu müəyyən bir həddədir. Ona görə bu dar reaksiya norması adlanır. Modifikasiya dəyişkənliyi norması daxilində əlamətin dəyişkənliyi isə variasiya sırası adlanır. Deməli, modifikasiya dəyişkənliyi norması daxilində əlamətin dəyişkənliyi isə variasiya sırasını əmələ gətirir. Variasiya sırasının da hər biri variant adlanır. Bax, bu şəkildə diqqət yetirək. Variasiyada diqqətli olaq, əlamətin orta qiymətini müəyyən etmək üçün M bərabərdir, Y vurulsun, V vuraq P bölək N düsturundan istifadə edilir. M burada orta qiymətdir, P variantın rast gəlmə tezliyidir, N, V variantdır, Y cəm işarəsidir, N isə variantların miqdarıdır. İndi əsasən, təbii ki, düsturun da formulunu bilməliyik. Sadəcə düstur da soruşula bilər. Variasiyada əlamətin orta qiymətini tapmaq üçün hansı düsturdan istifadə edirik? Bu özlüyündə. Amma biz bundan necə istifadə edirik? Daha rahat bir yolunu deyim. M-i tapmaq üçün, yəni variasiyanın orta ədədini tapmaq üçün yadınızda qalsın. İndi mən hamısını yazmayacağım, burada yerləşmir. Məsəl üçün, birinci ölçüləri ikinci rast gəlmə tezliyidir. 3-ü vurursunuz 3-ə. Məsəl üçün, 3 vuraq 3. 4 daha sonra ikinci nə gəlir? 4 vuraq 7. Daha sonra 5 vuraq 15. 6 vuraq 25, 7 vuraq 23. Bunları hər birini vurub toplayırsınız. Vurub toplayırsınız sürətdə. Deməli, 3 vuraq 3, üstə gələk, 4 vuraq 7, üstə gələk, 5 vuraq 15, üstə gələk və s. Axıra qədər bunu eləyirik, sürətdə yazırıq. Amma məxrəcdə nə yazırıq? Bax, rast gəlmə tezliyi 2-dir. Həmən bu 3, 7, 15, 25, 23, 13, 9, 5-i toplayırıq və sürətdə aldığımız rəqəmi bu 2-də olanların cəminə bölürük. İndi inşallah məsələ həllində göstərəcəm, aydın. Bu da olur variasiyada əlamətin orta qiymətini müəyyən etmək. Modifikasiya dəyişkəninin xüsusiyyətləri hansılardır? Əzbər. Dedi ki, genotip dəyişmir. Genotip dəyişmədiyinə görə nəsildən nəslə ötürülmür. İrsən ötürülmür. Növlərin ətraf mühitə uyğunlaşmasını təmin edir. Tədricən baş verir. Bəli, növləri qoruyub saxlayır, qrup xarakterlidir. Növləri qoruyub saxlayır o deməkdir ki, bəli, hər hansı bir növdür, əməli bu dünyaya gəlib, amma əlverişsiz mühit şəraitidir. Çalışır ki, həmən o əlverişsiz mühit şəraitinə özünə uyğun əlamətlər
və növləri qoruyub saxlayır və bu da qrup xarakterlidir. Burada da zəhmət olmasa çalışma biri özünüz həll eləyərsiniz, cavabını qeyd eləyərsiniz. Yenə deyirəm, necə hesablayacağıq? 6-yı vururuq 6-ya, üstə gəlirik 7 vuraq 11-ə, üstə gəlirik 8 vuraq 13. Bunlar sürətdə yazılır. Mərxəcdə isə 6 üstə gələk 11, 13. Bunları cəmini toplayıb sürəti bax bu rəqəmə bölürük. Mutasiya və irsi dəyişkənlik. Bax, bu şəkil maraqlı şəkildir. Bu şəkildəki yaranan canlılar mutasiya nəticəsində yaranan canlılardır. Yəni, genotipdə olan dəyişkənlik nəticəsində yaranan canlılar. İrsi dəyişkənlik hələ Darwindən bəllidir. İrsi dəyişkənlik adından da görsəndiyi kimi genotipin dəyişməsi ilə baş verən dəyişkənlik irsi dəyişkənlik adlanır. Və irsi dəyişkənliyin 3 növü vardır. Mutasiya, kombinativ və korrelyativ və yaxud da nisbətli dəyişkənlik. Mutasiyalar nədir? İrsi dəyişkənliyin bir növü olub mutasiyalar həm xromosomlarda, həm genlərdə baş verən mutasiyalar, dəyişkənliklər adlanır. Və mutasiyalar bəzən çox kiçik olur, gözlə nəzərə çarpır, bəzən də çox böyük olur, nəzərə çarpır. Və mutasiya nəticəsində bəzən qısa ayaqlı ankon qoyun cinsi, qısa ayaqlı taksa it cinsi, yumurtavari yarpaqlı çiyələk, sallaq və piramida çətiri olan ağaclar məhz bu mutasiya nəticəsində yaranmışdır. Deməli, diqqətli olaq, altından xətt çəkək. Mutasiya orqanizmin həm xromosomlarında, həm də genlərdə baş verən dəyişkənlikdir. Bu bəzən üzə çıxa bilir, az miqdarda gözə çarpır, bəzən də böyük gözə çarpır ki, bunlarda məsəl üçün heyvanlarda olan mutasiya qısa ayaqlı ankon qoyun cinsini, qısa ayaqlı taksa it cinsini misal göstərə bilərik. Mutasiya haqqında anlayışın ilk müəllifi Hugo de Vries olmuşdur. İlk dəfə o Enatera eşəqqulağı bitkisinin yarpaqları arasında normadan kəskin fərqlənən olduqlarını göstərmişdi. Yəni normalda bitkinin yarpaqları arasında normal yarpaqdan fərqlənən yarpaqlara da rast gəlmişdir ki, bunu Hugo de Vries botanik mutasiya adlandırmışdır. Bax, mutasiya genotiplərə, bu hissələrə xahiş edirəm diqqət eləyək. Genotiplərdə xarici və daxili mühit amillərin təsiri ilə yaranan dəyişkənlikdir. Harada? Genotiplərdə. Bundan əlavə də dedik ki, xromosomlarda da. Orqanizm üçün mutasiyaların əksəriyyəti zərərlidir. Altından xətt. Əksəriyyəti zərərlidir. Lakin bəzən də olur ki, həmin bu mutasiyalar orqanizmin belə məhvinə, ölümünə səbəb ola bilər. Əlavə və mutasiyaları daşıyan genlər isə resessivdir. Resessiv əlamət belə: kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C. Homozigot resessiv vəziyyətdə özünü daha doğrusu göstərir. Homozigot resessiv vəziyyətdə. Mutasiyalar 3 yerə bölünür: xromosom mutasiyaları, gen mutasiyaları və genom mutasiyaları. Xromosom mutasiyaları nədir? Yenə deyirəm, bayaq ilk cümləmizi təsdiqlədi ki, mutasiyalar həm xromosomlarda, həm genlərdə, həm də genomda olan dəyişkənlikdir ki, hər biri haqqında diqqətli olaq, testlər var. Bunlar haqqında zəhmət olmasa öz qeydlərimizi götürək. Xromosom mutasiyaları. Belə mutasiyalar xromosomun quruluşunda baş verən dəyişkənliklər xromosom mutasiyasına adlanır. Və xromosomda olan mutasiyaları mikroskop altında da asanlıqla müşahidə etmək olar. Xromosom mutasiyanı öyrənmək üçün isə sitogenetik üsuldan istifadə edilir. Və burada genlər verilib. Siz bilirsiniz ki, genlər şərti olaraq hərflərlə işarə olunur. A, B, C, D, Y kimi genlərdir. Bax, xromosomda baş verən hansı mutasiyalar var? 4 ədəddir. Bunu hər birini bilməliyik. Sahənin ikiləşməsi. Sahənin ikiləşməsi o deməkdir ki, həmin bu genlərdən hər hansı birinin ikiləşməsi. Sahənin çatışmamazlığı. Sahənin çatışmamazlığı yenə həmin hər hansı bu genlərdən birinin düşüb itməsi, olmaması. Şəklə baxsaq görərik ki, D geni yoxdur. Sahənin 180 dərəcə çevrilməsi. Bu isə o deməkdir ki, genlər öz yerlərini 180 dərəcə yerlərini dəyişməsi.
Sahənin qeyri-homoloji xromosomlarda yer dəyişməsi, qeyri-homoloji xromosomlar o deməkdir ki, həmin bu gende olan xromosomlardan başqa hər hansı bir də qeyri-homoloji bir xromosomun düşməsidir. Bax, diqqətli olaq. Bunlar xromosomlarda baş verən dəyişkənlikdir. İndi buradakən sizə demək istəyirəm ki, sahənin çatışmamazlığı zamanı Lejen sindromu deyilən xəstəlik yaranır. Sahənin çatışmamazlığı zamanı, yəni xromosom sahəsinin çatışmamazlığı zamanı Lejen sindromu, sahənin 180 dərəcə çevrilməsi isə leykoz xəstəliklərinə səbəb olur. Leykozun bəzi növlərinin yaranmasına səbəb olur. Deməli, sahənin çatışmamazlığı Lejen sindromuna, sahənin 180 dərəcə çevrilməsi isə leykozun bəzi növlərinə səbəb olur. Bu oldu xromosom mutasiyası. Digər mutasiyamız gen mutasiyasıdır ki, gen mutasiyası isə xromosom sayının dəyişməsi ilə əlaqədardır. Bu da xromosomla əlaqədardır. Birinci xromosom mutasiyası xromosomun quruluşu ilə əlaqəlidir. İkinci gen mutasiyası isə xromosom sayının artıb azalması. Xromosom sayının bir neçə dəfə artıb azalması və yaxud da bir neçə ədəd azalıb artmasıdır. Bax, diqqətli olaq. Bunları xahiş edirəm, diqqətli olaq. İndi xromosom sayının bir neçə vahid artması və yaxud da azalması, dəfə demədim, bir neçə vahid artması və yaxud da azalması bu aneuploidiya adlanır. Aneuploidiya adlanırdı. Buna misal olaraq biz xromosomların normal meyoz prosesi zamanı, meyozun anafaza mərhələsində xromosomların qütblərə çəkilməsi nəticəsində yaranan xəstəliklər, məsəl üçün Down sindromu, Şersevski-Terner sindromu, Patau sindromu, Edwards sindromunu, Klinefelter sindromunu misal göstərə bilərik. Xromosom sayını bir neçə vahid artmasıdır. Məsəl üçün, Down sindromunun xromosom dəsti 2n bərabərdir 45-ə. Həmin bu 47-yə, üzr istəyirəm, 47-yə bir vahid artıqdır. Həmin bunların Down sindromlarında dəyişən xromosom sayının bir vahid artması autosom xromosomlarıdır. Bilirik ki, sağlam insanda 44 autosom xromosom var, amma Down sindromlu insanlarda 45 autosom xromosom var. Məsəl üçün, silib təzdən yazaram, bunu yadımızda saxlayaq. Down sindromlu insanın, məsəl üçün qadında, Down sindromlu qadında, bunu necə yazarıq? Somatik hüceyrəsinin xromosom dəstini 45 üstə gələk XX. Niyə? Çünki autosom xromosom sayının bir ədəd artıq olmasıdır. Down sindromlu kişilərdə isə 45 üstə gələk XY. Cinsiyyət xromosomları gördünüz olduğu kimidir, sağlam insanlarda olduğu kimidir. Dəyişən yalnız autosom xromosomlarıdır ki, bir vahid çoxdur. Və yaxud da bu Edwards sindromunda da belədir, Down sindromunda olduğu kimi bunları yadınızda saxlayın. Digəri isə Şersevski sindromunda isə bunlarda tərsinədir. 2n bərabərdir 45. Bunlar cinsiyyətcə qadın olurlar. Bunlarda isə normalda autosom xromosom olduğu kimidir. Bunlarda bir dənə X xromosomu olmur. X xromosomunun biri düşür. Ona görə də xromosom sayı 2n bərabərdir 45-ə bərabər olur. Amma autosom xromosomu insanlarda olduğu kimidir. Klinefelter sindromunda da deyəcəm. Bunları dedikcə qeydlərinizi götürün, testlərə düşür. Autosom xromosomu Klinefelter sindromunda insanda olduğu kimidir. 44 üstə gələk XXY. Məsəl üçün, bu cür olur. Əsasən kişilərdə olur. Klinefelterli sindromlu insanlarda X xromosomunun biri artıq olur. Yadınızda qalsın. Amma autosom xromosomu insanda olduğu kimi, sağlam insanda olduğu kimi 44 ədəddir. Bu cür olan xəstəliklər aneuploidiya adlanır ki, xromosom sayının bir vahid artmasıdır. Lakin dedik ki, xromosom sayının bir neçə dəfə artması isə ploploidiya formalarda rast gəlinir ki, buna əsasən biz Karpichenko'da da keçdik ki, əsasən bitkilərdə rast gəlinir. Heyvanlarda nadir hallarda rast gəlinir. Məsəl üçün, bitkilərin xromosom yoxmu bilirik ki, triploid ola bilər, tetraploid ola bilər, heksaploid ola bilər və s. Bu, xromosom sayının bir neçə dəfə artmasıdır. Bu isə adlandı nə? Genom mutasiyası.
mutasiyası. Sizə desələr ki, genom mutasiyasına aid olan xəstəlikləri göstərin. Down sindromudur, Şersevski-Trenerdir, Klinefelter sindromudur, Edwards sindromudur, Patau sindromudur. Daha sonra bunları deyə bilərik. Gen mutasiyaları. Gen mutasiyaları nöqtəvi mutasiyalar adlanır. Onları işıq mikroskopu ilə müşahidə etmək mümkün deyil. Bayaq biz dedik ki, xromosom mutasiyalarını işıq mikroskopunda müşahidə etmək mümkün olardı. Amma gen mutasiyalarını işıq mikroskopunda müşahidə etmək mümkün deyil. Onları elektron mikroskopunda öyrənilir və başqa cür adı da nöqtəvi mutasiyalardır. Və bu nöqtəvi mutasiyalar gen bilirik ki, harda yerləşirdi DNT molekulunda. Mutasiyalar DNT nukleotidlərində baş verən dəyişilmələr ilə əlaqədar idi. DNT-də nukleotidlər yerlərini dəyişdikdə amin turşularının da yeni ardıcıllığı müəyyən olunur və bu zamanda yeni bir zula sintez olunur. Bəzən çox vaxt bu mutasiyalar, bu hissəyə diqqət yetirək, nukleotidlərdə baş verən dəyişkənliklərlə əlaqədardır. Çox vaxt mutasiya uğrayan gen də bəzən fəaliyyətdən qalır. Çünki DNT-dədir gen, yenə deyirəm, DNT-də olan gen fəaliyyətdən qalırsa, bu zaman məlumat rentisi sintez olunmaz. Məlumat rentisi əsasında bilirdik ki, zulal sintezi olunur. Zulal sintez olunmaz. Bu zaman RNT və zulal əmələ gəlməz. Gen mutasiyalar zamanı yeni allel əlamətlər əmələ gəlir və bu da təkamüldə çox böyük əhəmiyyətə malikdir. Deməli, gen mutasiyası da nöqtəvi mutasiya adlandı və əsasən DNT molekullarında baş verirdi. Somatik mutasiyalar nədir? Somatik mutasiyalar orqanizm bəzi somatik hüceyrələrində baş verir və somatik mutasiyalara əsasən bitkilərdə rast gəlinir. Bitki və heyvanlarda cinsi çoxalma zamanı irsən nəslə ötürülmür somatik mutasiyalar. Əsasən bitkilərdə rast gəlinir ki, çünki bitkilərdə vegetativ yolla çoxaldılır bitkilər. Həmən bu vegetativ yolla çoxaldıqda mutasiyalar vegetativ orqanlar vasitəsilə irsən nəslə ötürülür bilər. Bunu da bildik və mutasiyaları müasir dövrdə tezliyini artıra bilərik. Yeni mutasiyalar yarada bilərik ki, bunun da 150 dəfə mutasiyaların tezliyini artırmaq mümkündür. Bu da rentgen şüaları və ionlaşdırıcı şüalar vasitəsilə. Burada nə deyək? Qızılgülü məsəl üçün bilirik ki, bastırma qələmlər vasitəsilə, çiyələk bığıcıqlar vasitəsilə, uzanbar bənövşə yarpaq vasitəsilə, söyüd qələm vasitəsilə, yəni zoğlar vasitəsilə, moruq deyə bilərik ki, kök pöhrələri vasitəsilə sayını artıra bilər ki, məhz bunlar somatik mutasiyalara misaldır. Deməli, somatik mutasiyalar vegetativ çoxalma vasitəsilə bitkilərdə olur. Digər dəyişkənliyimiz kombinativ və korrelativ dəyişkənlikdir. Kombinativ dəyişkənlik, yadınızda qalsın, dişi və erkək qametlərin birləşməsi bilirik ki, yeni bir orqanizmə başlanğıc verir. Məhz bu yeni bir orqanizmə başlanğıc verdikdə kombinativ dəyişkənlik sayəsində olur. Yəni, nə qədər zigot var, zigot yaranırsa, o qədər də kombinativ dəyişkənlik var. Təkcə mutasiyalar nəticəsində baş vermir irsi dəyişkənliklər, təbii ki, bunu bilirik. Həm də cinsi çoxalma zamanı genlərin və xromosomların yeni kombinasiyalarının yaranmasıdır ki, bu yeni əlamətlər meydana çıxardır ki, bunlar cinsi hüceyrələrin birləşməsi zamanı kombinativ dəyişkənlik adlanır. Kombinativ dəyişkənliyə səbəb olan nədir? 1. Meyoz bölünmənin birinci profazasında homoloji xromosomlarda baş verən sahə mübadiləsidir. Yenə deyirəm, biz bilirdik ki, gen mübadiləsi var idi, amma sahə mübadiləsi crossover mütləq şəkildə olmalıdır ki, kombinativ dəyişkənlikdə bu zaman yeni əlamətlər meydana çıxsın. Əslində, yəni mütləq şəkildə nə dedim? Yeni əlamətlərin meydana çıxmasına görə. Konjugasiya olur, gen mübadiləsi olur, amma xromosom mübadiləsi, sahə mübadiləsi ola da bilərdi demişdik, olmaya da bilər, amma yeni əlamətlər meydana çıxması üçün mütləq crossover olmalıdır. Bölünmə zamanı xromosomların təsadüfi olaraq qütblərə çəkilməsi, mayalanma zamanı qametlərin təsadüfi birləşməsi zamanı hansı dəyişkənliyə səbəb olur? Kombinativ dəyişkənliyə. Hər üçünü bilmək. Deməli, meyozun birinci profazası, crossover, xromosomların təsadüfi qütblərə birləşməsi və qametlərin də bilirsiniz ki, təsadüfi birləşməsi məhz kombinativ dəyişkənliyə səbəb olur.
Kombinativ dəyişkənlik nəticəsində də sonda çoxlu şəkildə, bax burada da qeyd olunub, çoxlu sayda, yəni sonsuz sayda genotip və fenotiplərin yaranmasına səbəb olur və bu da təbii ki, təbii seçmək üçün irsi material verir. Xromosomlarda siz bilirsiniz də, xromosomlar necə görsənir? Bax, bir çubuq üzərində, bax, bu bir çubuqdur. Burada 2 xromosom var. Hər xətt bir dənə xromosomu göstərir. Xromosomlarda isə çoxlu şəkildə genlər yerləşir. Həmin bu genlərin yerləşdiyi sahə isə lokus adlanırdı. Məsəl üçün A, B, C, D genləri. Digər xromosom budur, xəttimiz budur. Ona A-ya qarşı allergen kiçik A, B-yə qarşı kiçik B, C-yə qarşı böyük C, kiçik C-dirsə, D-yə qarşı kiçik D-ni yaza bilərik. Yəni xromosomda çoxlu şəkildə genlər yerləşir və həmin o genlərin yerləşdiyi sahə isə lokus adlanırdı. Digər dəyişkənlik nisbətli və yaxud da korrelativ dəyişkənlikdir ki, bu korrelativ dəyişkənlik bir gen dəyişəndə bir neçə əlamətin dəyişməsinə səbəb olur və yaxud da bir gen bir neçə əlamətə təsir göstərə bilər. Məsəl üçün bunu deyə bilərik ki, burada da yazılıb ki, məsəl üçün uzun ayaqlı quşlarda boyun uzun olur və yaxud da üzmə pərdəsi quşların ətraflarında üzmə pərdəsi olan quşlarda arxa ayaqları üzərində lələ görtüyünə rast gəlmək olar. Daha sonra tükləri zəif, tükləri seyrək olan itlərdə dişləri zəif inkişaf edir. Ayaqlarda lələkləri olan quşlarda barmaqları arasında üzmə pərdəsi var. Daha sonra bir də yadıma gəlir, bax məsəl üçün bu şəkili, əgər bunların zoğlarında qırmızı rəng varsa, çoğundurun özü də qırmızı rəngdə olur. Zoğdan onların çoğundurun bilirik ki, meyvə kökdür, kökün şəkil dəyişməsidir və bir gen bir neçə rəngə, əlamətə təsir edir ki, hər rəng də qırmızı rəngdə olur. Həm zoğu da, zoğunda da, həm kökü də qırmızı rəngdə olmuş olur. Və nisbətli dəyişkənlik, biz bilirik ki, insanlarda nisbətli dəyişkənlik seleksiya işi aparan zaman seleksiyaçıların işi üçün sərfəli olmur. Çünki biz bir gen bir neçə genə təsir etdiyini seleksiyalar üçün gözlənilməz ola bilər. Və bir də insanın nə qədər fenotiplərin sayını tapmaq üçün biz bilirik ki, 3+N düsturundan istifadə edirik fenotip sayını tapmaq üçün. Genotip sayını tapmaq üçün isə 2+N düsturundan istifadə edirik və burada yer üzərində insanlarda fenotip məsəl üçün 3+23 qədər genotiplərin olması, fenotiplərin olması bizə məlumdur. Çünki 23 niyə? İnsanda məsəl üçün haploid xromosom sayı 23-ə bərabər olar. Genotiplərin sayı 23, qamet müxtəlifliyi də 2+23-ə bərabər olar. Yer üzərində yaşayan insanlarda, yəni qamet müxtəlifliyini 2+23, genotip müxtəlifliyini 3+23 bu cür hesablamış ola bilərik. Bu qədər 10-cu sinifdə mövzumuz.